Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda tam mərkəzdə, Heydər Parkına yaxın bir məsafədə Xırdalanda ən elit yaşayış binalarından birində 16 mərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 88 kvadrat metrdən ibarət 2 otaqdan 3 otağa birinci növ işıqlanma ilə düzəldilə bilən bir mənzil çəkib təqdim edirik. Mənzildə bütün otaqların hamısında müstəqil olaraq pəncərə var. Sənəd kupçadır, nəqd pula saxlır. Dəyərli izləyicilər, mənzildə televizor, kondisioner və soyuducu götürüləcəkdir. Digər əşyalar mənzildə saxlanılacaqdır. Birinci mərtəbədə də həmçinin yaşayış vardır. Nəzərinizə çatdıraq. Qonaq otağı zaldan təqdimat aparırıq. Döşəməsi taxta pollu, çox səliqəli bir mənzildir. Mənzilin mətbəxinə keçid qonaq otağı zaldandır. Sizə təqdim edirik mənzilin mətbəxini. Bu sistem mütləq qranitdir, isti polu vardır. İsti sistemi kombidir, kombi radiatorun bateriyaları vardır. Mətbəx möbelində görürsünüz. Buranda müstəqil olaraq belə bir gözəl bir pəncərəsi vardır. Əla təkliflərdən biridir. Hal-hazırda bazarda satılan ən əla, ideal təqdim edilən təkliflərdən biridir. Dəhlizdən təqdimat aparırıq dəyərli izləyicilər. Mənzilin dəhlizinə daxil oluruq. Gəlin sizə mənzilin giriş qapısını təqdim edək. Bura mənzilin giriş qapısıdır. Burada metlaq qranitdir. Gördüyünüz kimi və mənzildə yataq otaqlarından birini təqdim edək. Bura mənzilin bir yataq otağıdır. Bu yataq mebeldə sizdə uşaq çarpayları belə yataq mebeli qalır. Buranda müstəqil olaraq pəncərəsi var. Və mənzildə sizə təqdim edirik ikinci bir yataq otağını. Bura mənzilin ikinci bir yataq otağıdır. Gördüyünüz kimi belə bir gözəl mənzildir. Və mənzildə sanitar qovşaqlar ayrı-ayrıdır. Girişdən daxil olduqda sağ tərəfdə sanitar qovşaqlar ayrı-ayrıdır. Bir sanitar qovşaqdır. Görürsünüz, tavan asma tavandır. Burada isti polu vardır. Və sanitar qovşaqlardan ikincisini sizə təqdim edirik. Bura ikinci bir sanitar qovşaqdır. Sənəd çıxarış kupçadır. Bina yaşayışları qaz, su, işıq, lift fasiləsizdir. Dəyərli izləyicilər, yeraltı yer üstü dayanacağı vardır. Qiymət açıqlama bölməsində elan ediləcək. Əgər sizin satdıq anlaşınız varsa və ya da mənzil olmaq istəyirsə bizə müraciət edin. Bizi izləməyə davam edin. Çox sağ olun.